واذكر في الكتاب مريم إذ انتبذت من أهلها مكانا شرقيا فاتخذت من دونهم حجابا فأرسلنا إليها روحنا فتمثل لها بشرا سويا. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecehum. Salam əziz izləyicilər. Bugün 14 iyun 2025-ci il həftənin bazar günü biz qarşılayı dəqiqələrdə sizinlə birlikdə olacağıq. Bəzi mövzuları diqqətinizə çatdıracağıq, müzakirə edəcəyik. Aktiv olmağınız xahiş olunur. Yer gəlmişkən canlıda olan izləyiciləri də salamlayırıq və sonradan qoşulan izləyiciləri də həmçinin. Əziz izləyicilər, zəhmət olmasa səs və görüntü ilə bağlı bir məlumat verərdik. Səs və görüntü necədir? Abunə olmağınızı, kanala abunə olmağınızı xahiş edirəm. Cavit Saddalı YouTube kanalına abunə olmamışsınızsa kanala abunə olun. Və eyni zamanda bəyənin, paylaşım edin və yorum yazmağı da unutmayın. Bunlar YouTube qaydalarına görə çox önəmlidir. Bizə dəstək olmaq istəyirsinizsə bir düyməni basmaqla siz bizə dəstəyinizi bildirmiş olarsınız. Ona görə də lütfən bəyənməni, bir dəfə bəyənmə, yorum yazmaq və paylaşım etməyi, kanala abunə olmağı unutmayın. Əziz izləyicilər, bugün dünya mətbuatının gündəmində olan əsas mövzulardan biri əlbəttə ki, İranla Epstein koalisiyası arasında razılaşma ilə bağlı imzalanmadır. Bütün dünya gündəmi, dünya mediası demək olar ki, bu mövzunu diqqətdə saxlayır. Müəyyən qeyri-rəsmi məlumatlar bu istiqamətdə olsa da, hələ dəqiq məlumat, yəni son məlumat, dəqiq qərar yoxdur. Artıq deməli, bu İranla Epstein koalisiyası arasında imzalanacaq sənədlə bağlı, razılaşma ilə bağlı son qərarı biz gözləyirik. Ümid edirik ki, belə bir qərar imzalanmayacaq. Bunun səbəbi də ondan ibarətdir ki, yəni biz niyə istəmirik? Səbəbi də ondan ibarətdir ki, Epstein koalisiyası Amerika Birləşmiş Ştatları heç vaxt öz imzasına hörmət etməyib. Bundan əvvəl də bir neçə dəfə Amerika Birləşmiş Ştatları müəyyən razılıq əldə edib və sonra da həmən o razılığı özü pozub. Yəni bir müddətə qədər o istifadə edib, sonra o razılığı özü pozub, razılaşmanı özü pozub. Hesab edirik ki, belə bir addım atılarsa, bu da növbəti dəfə deməli İranın aldanılması ilə nəticələnəcək. Bunun ən əsas səbəbi bu müharibənin mahiyyəti və gedişatıdır. Biz bu barədə birazdan danışacağıq. Niyə İran Epstein koalisiyası arasında hər hansı bir razılaşma mətni imzalanmamalıdır və bu mənasızdır. Əlbəttə ki, bu fikirdə olduğumuz üçün kifayət qədər arqumentlərimiz var, kifayət qədər səbəblərimiz var. O səbəbləri sizinlə bölüşəcəyik.
Ondan əlavə bugün Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun Ermənistana səfəri baş tutub. Bəli, üzr istəyirəm. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin, Xarici İşlər Naziri yox, Hikmət Hacıyevin, Prezidentin köməkçisinin Ermənistana, Dilizan şəhərinə ilk dəfə səfəri baş tutub. Orada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Grigoryanla görüşü olub. Bu barədə bəzi məsələləri deməli, xüsusən Ermənistanda baş verən hadisələr yer gəlmişkən, bugün 14 iyun həm də 7 iyun tarixində Ermənistanda keçirilən parlament seçkilərinin son nəticələrinin elan olunması idi və bu barədə sizə bildirmək istəyirəm ki, artıq nəticələr tanındı. Beləliklə, Paşinyan seçkinin qalibi kimi təsdiq edildi Ermənistan Mərkəzi Seçki Komissiyası tərəfindən. Biz bu seçimi dəyərləndirmə fəslində bu istiqamətdə danışmışdıq. Deməli, Ermənistanda keçirilən seçkilərin region üçün, Ermənistan üçün, Azərbaycan, Ermənistan və eyni zamanda Ermənistan və qonşu ölkələrlə bu seçkilərin təsiri haqqında biz iki dəfə ən azı danışmışıq. Bugün isə düşünürəm ki, əlavə edə biləcəyimiz bir şeylər yoxdur. Çünki əlavə edə biləcəyimiz əsas məsələ Mərkəzi Seçki Komissiyasının tərəfindən seçkinin yekun nəticələrinin elanı idi və bugün elan olundu. Beləliklə, Paşinyan deməli seçkinin qalibi və onun daha doğrusu Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləçi Partiyası seçkinin qalibi elan edildi. Bilirsiniz ki, Ermənistanda profesyonal seçki sistemidir. Yəni orada fərdlər deyil, partiyalar seçkilərdə savaşır və orada verilən səslər fərdlərin deyil, partiyaların aktivinə yazılır. Yer gəlmişkən mən bu məsələyə də işarə edeyim. Azərbaycan çox partiyalıq sisteminə keçsə də, amma proporsional seçki sistemini qəbul etmir. Proporsional seçki sisteminə müvafiq seçki sisteminin fərqi ondadır ki, proporsional seçki sistemində partiyalara, ideyalara səs verilir, heç bir səs tutmur. Amma müvafiq seçki sistemində fərdlərə səs verilir. Məsələn, bir dənə vəli əgər namizədliyin veribsə, o vəlinin ideyası nədirsə, düşüncəsi nədirsə, ona səs verilir. Amma proporsionalda vəlinin təmsil olunduğu partiyanın deməli, ideyaları, onun partiyanın xətti, partiyanın yürütdüyü siyasət, partiyanın hakimiyyətə gələrsə vəd elədiyi partiya deməli, artıq səs qazanır. Bunun qazanmış tərəfi də vətəndaş cəmiyyətinin, demokratik cəmiyyətin formalaşmasında bu seçki sistemlərinin deməli, üstün tərəfləri ondadır ki, proporsional seçki sistemində verilən səslər itmir və orada bir məsuliyyət mövcuddur. Azərbaycan hakimiyyəti deməli, ölkədə demokratiya adına bir çox məsələləri qadağan etdiyi kimi, proporsional seçki sisteminə keçidi də qadağan eləyir. Bu barədə bir müddət müxalifət düşərgəsində olanlar çox çalışdılar Azərbaycanda seçki sisteminin dəyişdirilməsi ilə bağlı müəyyən işlər görüldü. Amma nəticə olmadı və son illər mən ümumiyyətlə bu mövzuda hər hansı bir müzakirəyə, demək olar ki, 2010-cu ildən sonra bu mövzu ilə bağlı hər hansı bir müzakirə və bu mövzunun gündəmə gətirilməsini mən görmürəm. Bu Ermənistanla bağlı olan bir məsələ idi və bugün kimi biz bu mövzunu İlham Əliyevin köməkçi Hikmət Hacıyevin Ermənistana səfəri çərçivəsində bu məsələyə toxundu. Bugün istəyirəm bu səfərin deməli xəbəri oxuyacağım sizin üçün və eyni zamanda
bu səfər çərçivəsində nələr baş verir, nələr ola bilər, Azərbaycan-Ermənistan münasibətində bu səfərin nə kimi faydası var və hakimiyyətlərin nə kimi faydası götürəcəklər və eyni zamanda bu səfərdən deməli, xalqların arasında münasibətlər necə cərəyan edəcək, necə təsir edəcək münasibətlərə, o barədə biz danışacağıq. Əziz izləyicilər, bugün sizinlə bölüşmək istədiyim mövzulardan biri də Hidayət Orucovun vəfat etməsi ilə bağlıdır. Soruşa bilərsiniz ki, Hidayət Orucov kimdir və Hidayət Orucovun yəni o qədər də bu günlər Azərbaycan cəmiyyəti üçün o qədər də əhəmiyyəti olmayan bir adamın canlı verilişlər haqqında bu qədər müzakirə açmağa nə ehtiyac var? Əlbəttə, Hidayət Orucovun mənim yaddaşımda 2006-2012-ci illər arasında onun Azərbaycanda dini İşlər üzrə Dövlət Komitəsinə rəhbərlik elədiyi dövrlər yadda qalır. Mən o dövrlərə aid bəzi qeydlər aparacağam və Azərbaycan cəmiyyəti ümumiyyətlə bu hakimiyyətə, bu rejimin möhkəmlənməsinə xidmət edən istənilən şəxsi tanımalıdır. Buna əsas Hidayət Orucovun gündəmə gətirilməsi və onun haqqında danışmağıma səbəb olan məsələ, onun haqqında Azərbaycan mediasında, sosial şəbəkələrdə çox müsbət fikirlər yazılaraq onu Azərbaycan xalqının dostu, Azərbaycan xalqına çox yaxın bir şəxs kimi təqdim edilməsi oldu və mən özümə borc bildim ki, ömrü boyu rejimə xidmət edən, Azərbaycan xalqına zülm edən, Azərbaycan xalqını əzən, aşağılayan bir insan heç bir halda Azərbaycan xalqına müsbət mənada öyrədilməməlidir və bu cür insanlar deməli öz həqiqi qiymətlərini almalıdırlar və insanlar bu cür yanlış deməli məlumatlarla və ola bilsin kimisə Hidayət Orucov kimisə şəxsi, yəni fərdi qaydada yaxşılıq eləyir, ondan sonra cibinə pul qoyur və yaxud da biraz mehriban davranır. Bu demək deyil ki, Hidayət Orucov deməli Azərbaycan xalqının belə deyək, Azərbaycan xalqının sevimlisi olur, Azərbaycan xalqının yanında olan bir şəxs olur. Bu cür anlaşılmamalıdır. Hidayət Orucov həqiqətən Heydər Əliyev hakimiyyəti dövründə, sonra İlham Əliyev hakimiyyəti dövründə, Heydər Əliyev hakimiyyəti dövründə dövlət müşaviri, hətta mən Elçibəyin dövründən gəldim, Elçibəyin dövründə, Rüfət Əliyevin dövründə və sonraki Heydər Əliyevin dövründə prezidentin müşaviri, sonraki dövrdə isə nazir vəzifəsinə yaxın komitə sədri vəzifəsində olub 12-ci ilə qədər, 12-ci ildən 2021-ci ilə qədər isə Qırğızstanda Azərbaycan Respublikasının səfir vəzifəsində çalışır, orada olur və demək olar ki, bu illər ərzində Hidayət Orucov demək olar ki, çox yüksək postlar tutublar həqiqətən və xalqı əzən, xalqa zülm edən bir rejimin yüksək postunda çalışan məmuru heç bir halda xalq müsbət mənada xatırlaya bilməz. Gördüyüm kimi kimlərsə bir neçə jurnalist vaxtında onun cibinə pul basıb, ondan harasa işə düzəldib və yaxud da onun
Hələ bir şey yazmır. Bilmirəm, internetdə problem var. E, internet necədir? Səs və görüntü necədir? Əzizlər, mən istəyirəm ilk olaraq Hidayət Orucov haqqında danışaq. Hidayət Orucov deməli 1900 bəli, 5 sentyabr 1944-cü ildə Meğri rayonunda dünyaya gəlir və uzun müddət bu Yerevanda yaşayır. Orada bir çox fəaliyyətinin xüsusən deməli mədəniyyət sahəsində çalışır. 91-ci ildən isə Azərbaycana köçüb, Azərbaycanda deməli 91-ci ildən təqribən 2006-cı ilə qədər Azərbaycanda prezidentin müşaviri vəzifəsində olub. Eyni zamanda deməli 92-93-cü illərdə Əbülfəz Əliyevin dövründə demək olar ki, prezident aparatında icra hakimiyyətinin iş şöbəsinin əsas məsul şəxslərindən biri olur. Növbəti illərdə də deməli müşavir vəzifəsində çalışır. 2006-dan 2013-cü ilə qədər isə Dini Komitədə deməli rəhbər olur. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbəri olub. Dini qurumlarla iş üzrə dövlət əvvəlki deməli Hidayət Orucovun əvvəlki fəaliyyətləri o qədər də öndə olmasa da, yəni prezident aparatında müşavir vəzifəsində işlədiyi dövrlərdə, çalışdığı dövrlər o qədər də deməli cəmiyyətlə təmasda olmasa da, amma dini qurumlarla iş üzrə Dövlət Komitəsində işlədiyi 6 il ərzində bir çox məsələlər, deməli bu adamın və daha doğrusu bu rejimin dinə qarşı, İslam'a qarşı apardığı iğrənc siyasətin əsas icraçılarından biri olduğu ortadadır. Yeri gəlmişsə, mən deyim ki, Hidayət Orucov həm də deməli şairdir, bir neçə kitabın müəllifi olur. Əziz izləyicilər, mən xüsusi qeyd eləmək istəyirəm ki, adam bu gün dünyasını dəyişir və bu gün vəfat edir. Mən onun şəxsiyyəti haqqında qətir danışmaq fikrində deyiləm və elə anlaşılmasın ki, mən kiminsə şəxsiyyətini alçatmağa niyyətindəyəm. Sadəcə mənim Hidayət Orucov haqqında danışmağımın əsas səbəbi ondan ibarətdir ki, gördüm sosial şəbəkələrdə, bəzi media orqanlarında, hətta tanınmış jurnalistlər, bəzi insanlar Hidayət Oruzovun müsbət xarakterizə edirlər, onun haqqında çox fikirlər səsləndirirlər. Mən onlara da qatılmıram. Yəni, hər kəs özü nə görübsə, nə bilirsə, adam haqqında, dünyasını dəyişəndə, adam haqqında öz fikrini bildirir. Mən bunlara da yəni, hər hansı bir mənfi yanaşmıram. Yəni, bir insan hər kəs üçün yaxşı ola bilməz və hər kəs üçün yaxşı ola bilməz. Ola bilsin ki, həmən insanların yalan danışdıqlarını da qənaətində deyiləm ki, insanlar yalan danışırlar. Bu insanlar Hidayət Oruzovla öz aralarında baş verən hadisələri xatırlayırlar belə günlərdə. Buna da normal baxıram. Amma demək istəyirəm ki, nəinki Hidayət Oruzov, ümumiliklə Azərbaycan hakimiyyətində bu Əliyev rejimində yüksək vəzifə tutan insanlar dünyaların dəyişəndə bunların həyatları, bunların yaşayışı, bunların ölümü Azərbaycan cəmiyyəti üçün bir ibrət olmalıdır. Bu mənada mən istəyirəm ki, Hidayət Oruzovun deməli haqqında bəzi məsələləri danışaq
ki, cəmaət özü artıq qiymət versinlər, ona rəhmət oxuyacaqlar, ya onu təəssüflənəcəklər. Bunu artıq cəmaət özü, yəni izləyicilər özü qərar verəcəklər. Bizim məqsədimiz kiməsə lənət oxumaq, kiməsə rəhmət oxumaq qətiyyən bu deyil. Sadəcə bəzi insanlar deməli bu zalim rejimlərlə işləyən, çalışan, birlikdə çalışan insanları tanımalıdırlar. Əziz izləyicilər, Hidayət Orucov haqqında yazılan yazılar, ondan sonra nekroloqlar, filanların bir dənə süjet haqqı var. Əsasən Hidayət Orucovu əsasən təqdim edirlər şair kimi, vətən həsrətində yaşayan, vətən həsrəti ilə yaşayan şair kimi və şeirlərinin bir neçəsinə də mən də baxdım insafən, yəni orta bab şeirlərdir, çox deməli zəif şeirlər də deyil. Vətən həsrəti hiss olunur. Bilirsiniz ki, Ermənistanda dünyaya gəlib, orada böyüyüb, bir müddət orada yaşayıb, orada çalışıb, orada işləyib və s. Əlbəttə ki, onun da qəlbində vətən miskili var. Bunlar öz yerində və Hidayət Orucov bugün əsasən təqdim olunur ancaq bu prizmadan. Bu yanlış bir şeydir. Mən istəyirəm ki, Hidayət Orucovu təkcə bu prizmadan deyil, Hidayət Orucovun əsasən deməli prezident aparatında müşavir vəzifəsində çalışdığı illəri xatırlansın. Eyni zamanda dini qurumlarla İşğal Dövlət Komitəsində rəhbər, oranın rəhbəri vəzifəsində çalışdığı illər xatırlansın. Əvvəla bir qırmızı, qırmızı hərflə, qırmızı xətlə çizilan bir məsələ var. O məsələ ondan ibarətdir ki, zalimə xidmət edən, zalimə dəstək olan, zalimin hakimiyyətini möhkəmlədən kim varsa, o adam özü də zalimdən şərikdir. Hətta bizim çox sayılı hədislər var. Qarşıdan bir gün sonra, yəni sabah ayın 16-sı Mühərrəm ayı başlayır. Sabah ilk Mühərrəmin ilk gecəsidir. Və Mühərrəm ayı zülmlə mübarizə, zalimin ifşası və s. bir aydır. Bizim yaşayışımız üçün, ayaqda qalmağımız üçün olduqca önəmli mahiyyətə sahib olan bir aydır. Bu ayda həm də bu Mühərrəm ayı gəlir, gərək bu məsələlərə biz olduqca ciddi yanaşaq. Əsas qırmızı xətt ondan ibarətdir ki, zalim rejimə dəstək olan, zalim rejimi dəstəkləyən, ona kömək edən, hətta onun mövcudluğuna razı olan şəxs ondan eynidir, eyni cəbhədədir, eyni günahı daşıyır, hətta razıdır. Ha, evində oturub, sadəcə istəyir ki, İlham Əliyev, soruşursan İlham Əliyev, hə, İlham Əliyev razıdan razıyam. Yəni, bu cür şəxs bir mənalı olaraq İlham Əliyevlə, zalim rejimlə eyni aqibətli görüşür. Bu İslam dininin buna verdiyi bir qiymətdir ki, bu adam təqribən 10 ildən çox prezident aparatında müşavir vəzifəsində çalışır və bu müşavir vəzifəsində çalışan illərdə də icra hakimiyyətləri ilə koordinasiya, yəni prezident aparatının icra hakimiyyətindən təqribən koordinatoru olur. Bax, belə bir vəzifədə. Bir ölkədə icra hakimiyyətlərinin münasibəti, icra hakimiyyətlərinin xalqla münasibəti, onların xalqa qarşı elədikləri haqsızlıqlar və s. bu məsələləri də göz önünə gətirəndə biz görürük ki, əslində Azərbaycan xalqı ilə dövləti arasında o zülm prosesinin həyata keçirilməsində Hidayət Orucovun böyük xidmətləri dırnaq arası. İkinci məsələ, Hidayət Orucovun dini qurumlarla İşğal Dövlət Komitəsində sədrlik vəzifəsinə gəlməsidir. Əziz izləyicilər, bu dini qurumlarla İşğal Dövlət Komitəsi bilirsiniz ki, 2000-ci ildə yaradılır Heydər Əliyevin dövründə və onun ilk sədri də Rafiq Əliyev adlı bir şəxsdir, indi həyatda yaşayır və bunun məqsədi əslində Azərbaycanda dövlət siyasətini, daha doğrusu Azərbaycanda dini prosesləri dövlət siyasətinə uyğunlaşdırmaq və yoxsa Azərbaycanda dövlət siyasətini dinlə uzlaşdırmaq. Yəni, bəzi hallarda biz, yəni İslamın, Quranın məntiqi odur ki, idarəçiliyi İslam dinə uyğunlaşdırmaq. Amma Azərbaycanda bir çox dünya ölkələrində, Azərbaycanda da elədir,
idarəçiliyi dinə uyğunlaşdırmırlar, din idarəçiliyə uyğunlaşdırırlar. Ona görə də Azərbaycanda dini qurumlarla işlə Dövlət Komitəsi Azərbaycanda Heydər Əliyevin dövründə yaradıldı, Raşid Əliyev ona rəhbər gətirildi və Azərbaycanda dini proseslər dövlət siyasətinə, dövlət siyasəti deyəndə biz burada hər hansı bir dərin dövlət, sonra ədalətli dövlət, hüquqi dövlətdən söhbət etmir. Sadəcə bir ailənin işğal etdiyi, qəsb etdiyi bir ölkə var və o ölkənin bütün resurslarından ailə öz mənfəəti üçün istifadə edir, öz mövcudluğunu qorumaq üçün istifadə edir. Sadəcə buna bir dövlət adı verir, onun arxasında gizlənir. Məsələ bax bu qədər sadədir. Eyni zamanda onu deyək ki, Azərbaycanda baş verən dini prosesləri bir ailənin siyasi xəttinə uyğunlaşdırmaq üçün bu dini komitə, dini qurumlarla işlə Dövlət Komitəsi təsis edilir, yaradılır. Əzizlər, yeri gəlmişkən mən sizdən soruşmaq istəyirəm. Bayaqdan çat bölməsində deməli, yorum heç bir yeni mən şərhə rast gəlmirəm. Bilmək istəyirəm, problem nədən ibarət? Problem nədir? Yəni, yorum yazmaq mümkün deyil, yoxsa internetdə gelişmələr var, mən görmürəm onları. Bayaqdan da mən səslə, görüntü ilə bağlı soruşuram, heç bir reaksiya vermirlər. Ümumiyyətlə, bu dəqiqələrdə 60-dan yuxarı təqribən izləyicinin canlıda olduğu göstərir. Amma çat bölməsində yorum hissəsində heç bir reaksiya verilmir. Zəhmət olmasa, imkanı olanlar bir şeylər yazsınlar, bizim səsimizi eşidirsinizmi, yorum yazmaqda bir problem mi yaşanır, mən onu anlamağa çalışıram, hələ bir şey başa düşmürəm. Əzizlər, bəli, dediyim kimi, Hidayət Orucov Azərbaycanda dini qanunlar, dini qaydaları, dini ümumiyyətlə hökmlərini bir ailənin zalim, qəsbkar bir rejimin, bir ailə hakimiyyətinin istəklərinə uyğunlaşdırmalıdır. Uyğunlaşdıran daha doğrusu bir komitəyə 6 rəhbərlik edir. Hidayət Orucovun dövründə Azərbaycanda bu günə qədər gəlib çatan çox ciddi dini problemlərin əsası qoydu. Biz bura aid eləyə bilərik hicab məsələsi. Biz bura aid eləyə bilərik dindarların kütləvi həbsi məsələsi. Əzizlər, düzdür, Azərbaycanda bu hakimiyyət Azərbaycanda mövcud olandan Azərbaycanda hicab mövzusu gündəmdir. Və eyni zamanda məhbus mövzusu, siyasi məhbus, vicdan məhbus mövzusu gündəmdir. Amma kütləvi şəkildə hicab probleminin artıq cəmiyyətdə bütün sahələrə sirayət etməsi və hicabın kütləvi şəkildə qadağan edilməsi və eyni zamanda məscidlərin dağıdılması və bağladılması məhz həmən illərdə bir neçə dənə məscid çöküldü, bir neçə dənə məscid dağıdıldı. Bunlar hamısı Hidayət Orucovun dövründə baş verir. Və eyni zamanda dindarların kütləvi şəkildə həbsi məhz Hidayət Orucovun dini komitəyə rəhbərlik etdiyi dövrdə baş verir. Əzizlər, bilirsiniz ki, 2010-cu ildən başlayaraq ki, hansı ki, həmən ildə artıq Hidayət Orucov dini komitəyə rəhbərlik edirdi. Həmən ildə hicab problemi genişləndi, hicab problemi bütün məktəblərdə, universitetlərdə, iş yerlərində hicablı şagirdlərin, hicablı tələbələrin təhsil ocaqlarına buraxılması qadağan edildi. İş yerlərində hicablı xanımların çalışmasına qadağan edildi. Hətta bəzi yerlərə hicablı qadınların girişini belə yasaq elədilər. Hansı ki, həmən dövrdə Hidayət Orucov dini komitəyə rəhbərlik edirdi. İndi deyəcəksiniz ki, axı bu rəhbərlik edirdi, nə əlaqəsi var? Əlaqəsi ondan ibarətdir ki, dediyim kimi, dini komitə əslində dini qanunları, dini göstərişləri Əliyev hakimiyyətinin siyasətinə uyğunlaşdırmalıdır. Və Hidayət Orucov böyük zövqlə, böyük həvəslə din qanunlarını, Allahın göndərdiyi qanunları təhrif edir. Çünki o dini komitə bu işə baxırdı, təhrif edir və Allahın göndərdiyi qanunların o təhrif eləyərək, təbii ki, məna baxımından təhrif eləyərək İlham Əliyev hakimiyyətinin siyasətinə uyğunlaşdırır. Yəni, məsələn, bugün Əliyevin ürəyi nə istəyirsə,
dini qanunları ona uyğun yozmağa cəhd edib, dini qanunları ona uyğun başlayıb ki, həyata keçirsin. Bu Hidayət Orucovun deməli dövründə Azərbaycanda baş verən dini proseslərdən biri idi. Ondan əlavə azanın qadağası ilə bağlı, yəni təqribən 2008-2009-cu illərdə, hansı ki, həmən ildə Hidayət Orucov dini komitənin rəhbəri idi. Azərbaycanda bir çox şəhərlərində, bir çox rayonlarında, bir çox kəndlərində təsdiqləndirici vasitə ilə azan verilməsini qadağan edilən sükut vaxtı, səhər vaxtı. Bu, indi gənclərin ola bilsin ki, yaşı 30-dan aşağı olan gənclər bunu xatırlamazlar, bəlkə də 25-dən aşağı gənclər. Amma biraz yaşı olanlar bu məsələni çox yaxşı anlayırlar ki, Hidayət Orucovun dövründə Azərbaycanda azan qadağası yarandı. Azərbaycanda azan deməyə qadağan olundu ki, azan deyilməsin. Hicab problemi yarandı və s. Növbəti bunun dövründə Azərbaycanda deməli dindarların həbs olunması ilə bağlı proses başladı. Bilirsiniz ki, deməli 2010-cu il fevral ayının 13-də mən onu çox yaxşı xatırlayıram və bunu da birmənalı olaraq Hidayət Orucovun ayağına yazıram. Əzizləyicilər, xahiş edirəm, yorumlarda biraz aktiv olun. Mən düz 2 dənə yorum gəldi. Mən adını da Hacı Ruhullahın da salamlayıram, xoş gəldin deyirəm. Bəli. İran haqqında da danışacağıq. Trollar deyəsən yavaş-yavaş ayaq açırlar. Amma xahiş edirəm, bir məlumat verərsiniz mənə. Yorum hissəsində, xat bölməsində nəsə biraz passivlik var. Onun səbəbini bilmək istəyirəm. Zəhmət olmasa aktiv olun. Həm bəyənmədə, həm yorum yazmaqda, həm paylaşımda və s. Abunə olmamışsınızsa yer gəlmişdən abunə olun. Əzizləyicilər, biz söhbətimizi davam edirik Hidayət Orucovla bağlı. Bəli, 2010-cu il fevral ayının 13-də mənim tarix yadımdadır. Bir qrup dindar o dövrdə Əziz İslam Peyğəmbərinin rəhlət etdiyi gün həmən tarixə təsadüf edirdi. O dövrdə bir qrup dindar deməli Şəhidlər Xiyabanını ziyarət etmək məqsədiylə onlar yürüyüş eləmişdilər və o dövrdə həmən tarixdə polislərlə dindarlar arasında ciddi qarşıdurma yarandı və 5 dənə gənci həbs etdilər. Onlara 5 il, 4 il, 6 il təqribən deməli həbs cəzası verildi, azadlıqdan məhrum etmə cəzası verildi. Mən bu barədə bir neçə danışmışam. Və indi Hidayət Orucovun dini komitəyə rəhbərlik etdiyi dövrlərdə nələr baş verib deməli silsiləsində bunu səsləndirirəm. Ondan sonra İslam Partiyasının təqribən 8 deməli sədrdə daxil olmaqla 8 nəfəri rəhbər orqanda olanlar saxta ittihamlarla həbs olundular. Onlara 12 il, 11 il, 10 il iş verildi və bunu mən tez-tez xatırladıram. O dövrdə həmən o deməli 2011-ci ilin artıq yanvar ayının əvvəli idi, yanvarın 7-si idi onlar həbs olunanda. Bəziləri də sonrası mərhələlərdə həbs olundular və həmən dövrdə deməli həbs olunan bir Vaqif Abdullayev adlı İslam Partiyasının bir təşkilatı məsələlər üzrə müavini var idi. Çox həlim bir insan idi, çox dəyərli bir insan idi və o adam 2013-cü ilin iyul ayında təqribən artıq 14 ili tamam olacaq. O həbsxanada dünyasını dəyişdi, Allah rəhmət eləsin və onun deməli həmən dövrdə 2011-ci il oktyabr ayının 7-sində onların məhkəmə oldu. Ağır cinayətlərə dair işlər üzrə məhkəmədə onların məhkəmə prosesi keçirilirdi. Oktyabrın 5-də 11-ci ildən söhbət edir. Oktyabrın 5-də son söz deyildi. Oktyabrın 7-sində məhkəmə deməli hökm oxundu. Və həmən o Vaqif Abdullayevin məhkəmə zamanı bir sözü hələ də mən orada iştirak edirdim. Hələ də mənim yadımdadır ki, Vaqif Abdullayev dedi ki, məni təqribən 10 aydır istintaqdayam, mən istintaq altındayam və mən hələ də bu 10 ay müddətində
bir müstəntiq mənə yaxınlaşır, mən niyə buradayam, deməli, sualı mənə verilmir. Mən hələ anlamıram 10 ayda mənim cinayətim nə olub, mən hansı cinayəti törətmişəm. O dövrdə mən xatırlayıram, Seyyid Fəramiz çox tutarlı çıxış etdi. Allah rəhmət eləsin, bir neçə il bundan əvvəl dünyasını dəyişdi. O dövrdə mən xatırlayıram, bu dəqiqələrdə də mən səhv etmirəmsə bizim elə canlı da izləyicilərdəndir. Hacı Ruhullah Axundzadə çox təsirli çıxış etdi. Mən onların hamısını xatırlayıram. Və sonraki illərdə də mən deməli, təqribən həmən hadisələri özündə əks etdirən bir kitab deməli, hazırlamışdır, təlif etmişdir. Və o dövrdə həqiqətən o 7 oktyabr 2011-ci il mənim üçün unudulmaz bir gündür, tarixdir. Çünki o dövrdə təqribən 7-8 nəfər günahsız insan deməli, ağır şəkildə şərlənərək gözdən atılaraq azadlıqdan məhrum edilmə cəzası alırdılar bu zalim rejim tərəfindən. Ondan sonra həmən ildə deməli, başqa ruhanilər həbs olundu. Ümumiyyətlə 2010, 2011 və 2013-cü illərdə, o illərdə Azərbaycanda həqiqətən dini baxımdan olduqca Şiə məktəbinə, Əhl-i-Beyt məktəbinə qarşı çox böyük bir baskı var idi. Təbii ki, bu baskılar hamısı Hidayət Orucovun rəhbərliyi altında həyata keçirilirdi. Çünki həmin dövrlərdə Hidayət Orucov Azərbaycanda dini qurumlarla İş Üzrə Dövlət Komitəsinə rəhbərlik edirdi. O dövrdə deməli bir çox məsələlər dini mövzularda deməli dini qadağaların gətirilməsi, ölkəyə gətirilməsi, hətta dini kitabların deməli bir çox dini kitabların qadağası düzdür. Bu dini kitabların qadağası bu dini qurumlarda bir siyahı tərtib etmişdilər. Azərbaycanda hansı kitablar qadağan ola bilər, qadağan ola bilməz. Yəni oxuna bilər, oxuna bilməz. Bu mövzuda indi də o davam edir. Əslində bu başlamışdı Rafiq Əliyevin dövründə, Dini Komitənin ilk sədri Rafiq Əliyevin dövründə, sonra Hidayət Orucovun dövründə isə bu biraz da təkmilləşdi. Və dediyim kimi, Hidayət Orucov Azərbaycanda dini qurumlarla İş Üzrə Dövlət Komitəsinə rəhbərlik etdiyi dövrdə, baxın, azan qadağan olunur, hicab qadağan edilir. Yəni məktəblərdə, universitetlərdə, ictimai yerlərdə hicabın və düzdür, indi də hicab qadağandır. Yəni hicablı şəkil öz sənədini təsdiq edən sənədə, yəni şəxsiyyətini təsdiq edən sənədə şəkilli, yəni hicablı şəkil qadağandır. Amma o dövrdə, həmən mən dediyim illərdə, 2006-2012-ci illərdə, həmən dövrlərdə bu qadağa biraz da genişləndi. Mən yadımdadır, orada o dövrdə biraz dindarların arasında fikir ayrılığı yaranmışdı. Bəzi dindarların bəsirətsizliyindən Azərbaycan hakimiyyəti istifadə elədi. Azərbaycan hakimiyyəti bəzi dindarları aldatdı və güya imza toplamaqla hicab məsələsinin həll edəcəyini cəmiyyətə buraxmışdı və cəmiyyətdə bu proses ciddi şəkildə hicabı müdafiə etməliyinin qarşısını aldı. Biz məsələn 2006 və 2013-cü illəri biz təhlil edəndə indiki dövrdəki vəziyyətdən təhlil edə bilmərik. İndi biraz Azərbaycanda biraz da tam vəziyyət dəyişir. Azərbaycanda indi dini məsələlərdən bağlı insanlar çox qorxudulublar, qorxurlar, bir şey deyə bilmirlər, amma həmən dediyim illərdə vəziyyət fərqli idi. İnsanlar hicabın müdafiəsinə qalxmağa hazır idilər. Hətta biz 2010-cu ilin oktyabr-sentyabr ayında məlum hicab aksiyasını xatırlada bilərik. Həmən dövrlərdə insanlar, gənclər aksiyalara çıxırdılar və hicabın müdafiəsinə qalxırdılar. Çox təəssüflər olsun ki, bəzi ruhanilər bu məsuliyyəti, ağır məsuliyyəti özlərlərinə götürdülər və bu məsuliyyət ondan ibarətdir ki, Azərbaycanda müsəlmanları, insanları hicabın müdafiəsinə qalxmaqdan qarşısını aldılar. İnsanları aldatdılar, dedilər ki, biz prezident aparatına imza toplayıb verməklə deməli,
prezident aparatına imza toplayıb verəcək və prezident aparatında da hicabın qadağası ilə bağlı bütün qadağalar aradan qaldırılacaq. Amma nə oldu? Heç bir şey olmadı. Sonra da düzdür, sonraki dövrdə, sonraki proseslər baş verdi və proseslərin hər birində, deməli, hər bir hadisədə artıq dindarlar arasında, müsəlmanlar arasında bir fikir ayrılığı formalaşdı. Bəziləri dedi ki, biz bunu sülh yolu ilə həll edəcəkdik, aksiya, yəni imza toplama ilə həll edəcəkdik. Bəziləri dedi ki, siz düzgün yolda deyilsiniz, onsuz da bu rejim heç bir halda inanılmaz, rejimə güvən olmaz. Bir də ki, bu günləri İran ABŞ arasında razılaşmanın əldə edilməsi ilə bağlı cəmiyyət etirazlar edir. O dövrdə də belə bir proseslər var idi. Mən düşünürəm ki, həmən o dövrün o ruhanilər ki, bəzi ruhanilər çıxdılar, sinələrin qabağa verdilər və hicabın müdafiəsi üçün onlar insanların qarşısını kəsdilər. Özlərindən əllaməli eləyib hicabın müdafiəsindən insanları uzaqlaşdırdılar və insanları allatdılar, dedilər ki, biz imza toplamaqla hicab problemini həll edəcəyik. Həmən ruhanilər ən azı çıxıb indi Azərbaycanın hicablı xanımlarından üzr istəməlidirlər. Üzr istəməlidirlər ki, deməlilər ki, biz yanlış bir metod seçmişdik, biz aldanmışdıq. Bəlkə də tanırlar, bəlkə də etiraf eləyə bilmirlər ki, desinlər, bizi Əliyev hakimiyyəti, Əliyev rejimi bizi aldatdı. Amma bu məsələ mütləq olmalıdır. Bunlar cəmiyyət qarşısında çıxmalıdırlar və cəmiyyət qarşısında öz yanlışlarını etiraf etməlidirlər, deməlidirlər ki, bəli, biz o dövrdə hicabı müdafiə edən qeyrətli bacı qardaşları, qeyrətli müsəlmanları, qeyrətli Azərbaycanlıları qarşısını aldıq. Bunlar, bu hadisələrin hamısı, əziz izləyicilər, bu hadisələrin hamısı Vilayət Orucovun dövründə baş verir. Bax, mən hələ cəmiyyətə bəlli olan, deməli, cəmiyyətin bildiyi hadisələrdən bir neçəsini, nümunəsini göstərdim ki, Vilayət Orucov Azərbaycanda, Azərbaycan cəmiyyətinin inkişafının qarşısını alan, Azərbaycanda dini qadağaları gətirən, Azərbaycanda günahsız insanların həbs olunmasına susan və yaxud da o həbsini təmin edən, Azərbaycanda dini göstərişləri Əliyev rejiminin siyasətinə uyğunlaşdıran, Allahın qanunlarını ayaq altına atan, Quranın hökmlərini çeynəyən şəxslərdən biri olub. Və Azərbaycanda bugün acından ölən, paltarsız qalan, ölkədən qaçan, hətta ölən, bütün ağrı acı çəkən rejimin əlindən təbii ki, ağrı acı çəkən hər bir şəxsin günahında Vilayət Orucovun əli var və şərifdir. Azərbaycan hakimiyyəti bu xalqa A'dan Z'yə nə qədər zülm edibsə, nə qədər bu xalqı incidibsə, nə qədər haqqını yiyibsə, nə qədər haqqını kəsibsə, nə qədər zülm edibsə, gələcəyini çalıbsa, hamısında Vilayət Orucov şərif. Vilayət Orucov, çünki bu hakimiyyətin əsas məmurlarından olur. Bu hakimiyyətin əsas fiqurlarından olur. Müşavir olub prezident aparatında uzun müddət, sonra da nazirlik səlahiyyətləri olan komitə rəhbərliyi. 12-ci ildən sonra da Qırğızstana onu göndərdilər, sürgün elədilər. Hətta deməli, getdi orada, hətta o barədə biz zamanında danışmışıq, yazılar yazmışıq. Vilayət Orucovun Azərbaycandan sürgün edilməsi və s. Bu da bir tarixin ironiyası idi. Biz zamanında bu barədə şəhət qədər danışmışıq, hələ Azərbaycanda olanlar. İndi mən Vilayət Orucov dünyasını dəyişib. Bugün Allahın dərgahına getdi. Vilayət Orucov bu fani dünyaya gözlərini yumdu, getdi Allahın haqq dünyasına və haqq dünyasında artıq bu etdiklərini bir cavablandırmalıdır. Haqq dünyasında və orada müəyyən tanış, vəzifədar söhbəti yoxdur. İndi bundan sonra mən ona heç nə demirəm. Cəmiyyət özü bu adamın arxasıyla nə oxuyacaqsa, cəmiyyət özü oxuyacaq. İnsanlar özü bildirəcəklər onun arxasında nə oxusunlar. Amma mən sadəcə istədim ki, Vilayət Orucovun haqqında bu məlumatları izləyicilərimizə
çatdırın. Ola bilsin, bəzi izləyicilər bizim indi izləyicilərin bəziləri cavandılar, bəziləri məlumatsızlar, o dövrləri xatırlamırlar filan filan. Mən sizin olaraq müqəddəs eləyim ki, Hidayət Orucov Azərbaycan hakimiyyətinin zülm edənlərindən biridir. Bu hakimiyyətdə yüksək post tutan şəxslərdən biri olur. Kiminsə başına sığal çəkir, hər hansı bir jurnalistin cibinə 5 manat pul qoyur və yaxud da jurnalistlə hardasa görüşəndə görüşüb qucaqlayıb onu xoş sözlər deyib deyə biz Hidayət Orucovu cəmiyyətə bir normal insan kimi, cəmiyyətin dostu kimi, xalqın dostu kimi təqdim edə bilmərik. Onu mən bilmək istəyirəm. Bilməm texniki problemdir, yoxsa izləyicilər nəsə bu mövzu izləyicilər üçün maraqlı deyil, nəsə yazmaq istəmirlər və s. Burada Musa Ağazadə adlı istifadəçi yazıb kimin hara vasil olmağı göz önündədir. Əlbəttə ki, biz əvvəlcədən bu mövzuya başlayanda əvvəlcə bu hədisi nəql etdik ki, bəli, zalimin deməli, dəstəkləyən, ona kömək olan və hətta zalimin mövcudluğuna razı olan, onun gördüyü işlərə razı olan istənilən kəs zalimlə eyni aqibəti bölüşəcək. Şərikdir və eyni cəzanı bölüşəcək. Bu mövzu belə. Digər məsələ haqqında danışmaq istədiyim məsələ bəli. İndi aldığımız məlumata görə İran İsrailə atəş atır, yenilən raket zərbəsi endirir. Bu əlbəttə ki, bizim İran Epstein koalisiyası arasında razılaşmanın imzalanmasını gözlədiyimiz vaxtda belə bir xəbərin tirajlanması bu hər hansı bir razılaşmanın olmamasını göstərir. Çünki bilirsiniz ki, bugün Trump da bir açıqlama vermişdi ki, deməli, İsrailin Livanın cənubuna raket endirməsini kəskin şəkildə qınamışdı və belə bir vəziyyətdə bu cür yanlışlara yol vermək qəti olmaz tapşırığını səsləndirmişdi. Görünür ki, bu əgər deməli, bu əgər belə bir məlumat tirajlanırsa, bizim ehtimal etdiyimiz kimi İranla Epstein koalisiyası arasında hər hansı bir razılaşma imzalanmayacaq. Əlbəttə ki, biz onu da deyək ki, bu virtual razılaşmanın ilkin mərhələdə imzalanmasından söhbət gedir. Sonraki görüşün deməli təqribən böyük yetkilinin toplantısından sonra görüşün baş tutacağı ilə bağlı məlumatlar yer alırdı. Biz bu barədə biraz da gözləyək, bu mövzunu lap axıra saxlayırıq və bu mövzudan əvvəl biz istəyirik, bəli, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistan səfərindən danışaq. Hikmət Hacıyev İlham Əliyevin köməkçisidir, Ermənistanın Bircan şəhərinə səfər edir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Grigoryanla görüşür. Ermənistan Təhlükəsizlik Şurasının yaydığı məlumat, yəni onlar yaydılar. Armen Grigoryan, Hikmət Hacıyev Ermənistan ilə Azərbaycan arasında Türk gündəliyinə aid məsələləri müzakirə ediblər. Tərəflər həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində görülə biləcək tədbirlər ətrafında fikir mübadiləsi aparıblar. Məlumatda qeyd olunur ki, növbəti görüş Azərbaycanda keçiriləcək. Əzizləyicilər, bu məsələyə mən bir neçə aspektdən yanaşmaq istəyirəm. Bəyənmələri zəhmət olmasa artırın, sonra
Bəli, zəhmət olmasa bəyənmələri artırın, yorum yazmağı da deməli, xəsislik etmək olmaz və kanala abunə olmamışsınızsa kanala abunə olun ki, bizim məlumatlarımız, videolarımız anında sizin üçün əlçatan olsun. Deməli, İlham Əliyevin köməkçisinin Ermənistana səfəri bir neçə aspektdən müzakirə oluna bilər. Verilən məlumata görə özünüz də gördünüz ki, bu səfərin əsas mahiyyəti, daha doğrusu bu səfərin əsas səbəbi sülh məsələsi ilə bağlıdır. Əzizləyicilər, deməli, birinci yanaşma ondan ibarətdir ki, Azərbaycanın xarici siyasətində bu günə qədər bir deməli, əsas var idi. Xarici siyasəti Azərbaycan ondan ibarət idi ki, Ermənistana və Dağlıq Qarabağa hələ 20-ci ilə qədər dövrü deyirəm, münasibətlə əsasən xarici siyasət tənzimlənmişdi. Yəni, Azərbaycan xarici siyasəti belə idi ki, Ermənistanla kim əməkdaşlıq edirdisə, ona uyğun rəftar olunurdu. Və biz uzun illər məhz bu xarici siyasətin bu motivinə əsasən Azərbaycan xalqı ilə İran xalqının arasında böyle bir düşmənçilik toxumunun əkildiyini görmüşük. Bu barədə dəfələrlə danışmışıq. Düzdür, İran-Azərbaycan arasında düşmənçiliyin yaradılması təkcə Ermənistan üzərindən deyildi. Burada bir çox mövzular istifadə olunurdu və xüsusən bu günlərdə xüsusi sosial şəbəkələrdə və mediada xüsusi müzakirələrə çıxarılan Albert Agaronovun deməli, ölməsi və milli qəhrəman adının verilməsi və s. mövzular. Bunlar əslində hamısı Cühudlarla Azərbaycanlıların dostluğunu, qardaşlığını və bunun əksi olaraq eyni zamanda İran-Azərbaycan xalqlarının düşmənçiliyini, yəni kontrargument kimi qoyulurdu ki, necə olur Albert Cühudoğlu deməli Azərbaycan uğrunda şəhid olur, iddia belə idi, amma İran müsəlman olaraq Ermənistana silah satır. Yəni, bu düşüncə ilə, bu təbliğatla uzun illər Azərbaycan-İran arasında ciddi bir gərginlik yaranır, ciddi bir uçurum formalaşdırılır. Biz illərlə bu mövzunun əksini danışmağa sübut etsək də, bu günləri görünür, məsələn, Azərbaycanda, Qarabağda gedən savaşlarda yüzlərlə, məsələn, qeyri-millət nümayəndələri, Talışlar, Ruslar, hətta Fələstinlilər, Əfqanlar, bunların hamısı şəhid olublar, bunlar hamısı döyüşüblər, şəhid olan şəhid olub, qazi olan qazi olub və bunların haqqında konkret olaraq döyüş yoldaşları bu fikirləri səsləndirirlər, bu və digər fikirləri. Amma nədənsə bu qədər deməli qəhrəmanlar hamısı qalıb qırağa, cəmi Qarabağ ərazisində cəmi 10 gün olan Albert Agaronovun deməli qəhrəman kimi təqdim olunması, onun bütün deməli az qala ölkənin hər yerində onun büstünün qoyulması və s. Bunlar əlbəttə ki, məsələni aydınlaşdırır ki, burada bir siyasi gediş var və bu siyasi bir məsələdir. Bu artıq hüquqi məsələdən çıxıb bu mövzu bir siyasi müstəviyə gedir. Deməli, bu Ermənistan, daha doğrusu Qarabağ mövzusu bir aspektdən yanaşsa bu mənada ortaya çıxır ki, Ermənistana dost olan bizim düşmənimizdir. Azərbaycan uzun illərlə bu mövzunu qoydu ortaya. Bunu mən niyə bu aspekti xüsusi qeyd edirəm? Əgər Azərbaycan bu günə qədər bu fikirdə idisə, Ermənistana dost olan bizim düşmənimizdir, amma indi artıq bu siyasətdən əl çəkməlidir. Açıq şəkildə artıq Azərbaycan İranı və digər ölkələr ki, bəziləri, məsələn, xarici siyasətdə onlar Ermənistanla işbirliyinə gedirlər, işbirliyi qururlar. Həmən ölkələri artıq Azərbaycan günahlandırmağı, onlara qarşı təbliğatlar aparmağı buraxmalıdır. Yəni, bu gediş əslində Azərbaycanın xarici siyasət kursunu dəyişməlidir. Bu birinci məsələ bundan ibarət.
Şimdi Bakır Dağı sülhlə bağlı, sülh sazişinin imzalanmasından söhbət gedir. Əziz izləyicilər, mən düşünürəm ki, Azərbaycan tərəfi Ermənistanla sülh imzalamaqda qətiyyətlidir. Bunun üçün bir çox, deməli, bilirsiniz də, səbəblər göstərirlər. Deməli, Ermənistan konstitusiyasının girişində, preambulunda, girişində deməli, müəyyən fikirlər dəyişilməlidir. Azərbaycana qarşı torpaq iddiası orada var filan. Bunlar dəyişdirilməlidir və referendum keçirilməlidir filan. Əslində bunlar Azərbaycanın məntiqsiz və mənasız tələbləridir. Səbəb isə Dağlıq Qarabağ problemini hər zaman aktiv saxlamalıdır. Əgər sülh sazişi imzalanarsa, Qarabağ məsələsi gündəmdən çıxacaq. Və mən hər zaman bu fikri səsləndirmişəm ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan hakimiyyəti üçün əlində oynaya biləcək ən yaxşı kart. Qarabağ mövzusu hakimiyyətin sanki mövcudluğunu qoruyan kartdır. Ona görə əgər bir kart və yaxud da biz bunu başqa bir ifadə edək, Qarabağ məsələsi Azərbaycan hakimiyyətinin nəfəsliyidir. Lazım olduğu an Qarabağdan istifadə edərək, Qarabağ məsələsindən istifadə edərək Azərbaycan hakimiyyəti özünü xilas edir, öz mövcudluğunu qoruyur. Bunun üçün heç bir zaman öz nəfəsliyini kəsməz. İlham Əliyev çox gözəl bilir, onun mövcudluğunu, hakimiyyətinin mövcudluğunu qoruyan ən yaxşı kart Qarabağdır. Qarabağ problemi bir mənalı olaraq həll olunmuş hesab olunsa, o zaman tez bir vaxtda Azərbaycan xalqı İlham Əliyev hakimiyyətini ayağının altına alır. İlham Əliyev bunu çox gözəl anlayır. Bu rejim bunu çox gözəl anlayır. Ona görə də heç bir halda hakimiyyət bu mövzunu yekunlaşdırıb sülh sazişi imzalamaq və sülh sazişi imzalaması İlham Əliyev hakimiyyətinin intiharı, özü öz razılığı ilə intiharı seçməkdir. İkinci məsələ, biz beynəlxalq səviyyədə bu məsələyə baxsaq, Rusiyanın münasibətində. Baxın, gördük ki, Paşinyanı bugünə qədər bir çox ölkələr təbrik elədilər qələbəsinə görə. Rusiya və Azərbaycan hələ təbrik eləmir. Rusiya açıq şəkildə bəzi məsələlərin açıq qaldığını əsas gətirir. Azərbaycan da bu məsələdə Rusiyanın mövqeyini gözləyir. Əzizlər, elə görüntü yaradılır, xüsusən Azərbaycan hakimiyyəti elə görüntü yaradır ki, Rusiya-Azərbaycan arasında məsələlər çox gərginləşir, münasibətlər çox gərgindir. Amma reallıq bundan ibarətdir. Reallıq tam fərqlidir. Biz reallıq görürük ki, Rusiya-Azərbaycan arasında hər hansı bir gərginlik başlayırsaydı, o zaman Rusiya-Azərbaycan arasında imzalanan müqavilələr, sənədlər, onların icrasında axsamalar baş verərdi. İdarə dövriyyələri gəlib girərdi. Beynəlxalq əsas önəmli məsələlərdə münasibətlər fərqli olardı. Amma biz bunların hamısını eyni görürük. Görürük ki, Rusiya-Azərbaycan arasında imzalanan bütün sənədlər tıkır işləyir. Onların icrasında heç bir axsamalar yoxdur. Bütün önəmli beynəlxalq münasibətlərdə, beynəlxalq məsələlərdə Azərbaycan Rusiyanın mövqeyi olmadan addım atmır və Rusiyanın ağzını gözləyir. Bu və digər mövzular var ki, Ülviyə xanım da yeni qoşuldu, salamlayırıq. Bütün yeni qoşulan izləyiciləri, Nəzmə xanım yeni qoşuldu. Ülviyə xanım, sonra digər izləyicilər, yeni qoşulan izləyicilər hamısını salamlayırıq. Bəli, Rusiya mövzusu burada əsas məsələlərdən biridir ki, Rusiya deməli Cənubi Qafqazda belə bir problemin həll olunmasının tərəfdarı deyil. Ən azı belə bir vəziyyətdə bu problem ABŞ-ın vasitəsi ilə həll olarsa, bu Rusiyanın Cənubi Qafqazda maraqlarının təhlükə altına düşməsi deməkdir. Ona görə də Azərbaycan hakimiyyətinin üzərində olan vəzifələrdən biri Qarabağ problemini uzatmaqdır. Baxın, 30 il bu problem uzadıldı, sonra beynəlxalq güclər buna imkan verdilər, icazə verdilər. İndi artıq Qarabağ ərazisi Azərbaycan hərbiçilərinin nəzarətini çəksin. İndi bir 30 ildə bunlar gözləyəcəklər, sülh oyunu oynayacaqlar, sən bir şey oynayacaqlar. Sən belə dedin, sən elə dedin. Biz inşallah hüquqi baxımdan yaxın vaxtlarda Azərbaycanın sülhlə bağlı Ermənistana
qarşısında qoyduğu tələblərin heç bir hüquqi anlamının olmadığı və beynəlxalq hüququ ilə yanlış olduğunu yaxın günlərdə çalışacağıq, o mövzuya bir toxunaq, işarə eləyək və orada beynəlxalq hüquqa əsasən göstərək ki, əslində Azərbaycanın deməli sülh imzalamaq üçün ortaya qoyduğu tələb hüquqi tələb deyil. Biz bunu əsaslandıracağıq. Amma burada mən əslində iki aspektlə bu mövzuya münasibət bildirmək istədim ki, həm Azərbaycan hakimiyyətinin öz ömrünün uzadılması üçün Qarabağ problemindən istifadə olunur, həm də Rusiyanın Cənubi Qafqaza nəzarəti itirməməsi üçün Azərbaycan heç bir halda Ermənistanla sülh müqaviləsi imzalayıb Rusiyanın Cənubi Qafqazda maraqlarını təhlükə ata bilməz. Bu da mümkün deyil. Bununla bağlı bizim demək istədiyimiz bundan ibarətdir və deməli Hikmət Hacıyevin Ermənistan səfəri, eyni zamanda Armen Grigoryanın o Təhlükəsizlik Şurasının katibi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlişi, bu gediş-gəlişlər artıq illərdir baş verir. Əvvəlki nümayəndələri tərəfindən, ictimaiyyət nümayəndələri tərəfindən, yazıçılar, ondan sonra Kalıstuklular, mən ziyalı demirəm, Kalıstukluların gediş-gəlişi ilə bağlı bir neçə bir səfəri müşahidə elədik. İndi də artıq dövlət səviyyəsində məmurların yüksək tutan şəxslərin artıq gediş-gəlişinə start verilir. Onun əlavə biz gördük artıq hər 3 həftədən, 2 həftədən bir neft məhsullarının Ermənistana gedişin Azərbaycan hakimiyyəti nümayiş etdirir və eyni zamanda Azərbaycan bəzi məhsulların Ermənistana çatdırılmasına görə tranzit rolunu ifa edir yüksək səviyyədə. Bunlar hamısı ortadadır, amma bunların hamısının ortada olmasına baxmayaraq yekun qərar sülh sazişinin imzalanmasını biz bu yaxınlarda görməyəcək, bəlkə ümumiyyətlə görməyəcək. Çünki əsas səbəbləri mən sizin diqqətinizə çatdırdım. Bizim dəyərli hacımız yazır ki, İrandan 92-93-cü illərdə silahların qarşılanmasında və müharibə sonrasında yola salan canlı şahid mənim. Bəli, bu məsələ haqqında daha da biz dəfələrlə danışmışıq. İranın 1-ci Qarabağ savaşında Azərbaycana necə yardım etməsi ilə bağlı ciddi faktları ortaya qoyulur. Belə şəxslər siz də deməli qeyd edirsiniz. Əlbəttə İran həm humanitar yardımlar eləyirdi, Azərbaycanda ilk qaçqın düşərgələrini İran tərəfi açdı. Sonra həm maddi yardım eləyirdi, həm mənəvi yardım eləyirdi, həm silah-sursat hərbi yardım eləyirdi, həm diplomatik yardımlar eləyirdi. Amma çox təəssüflər olsun ki, Əbülfəz Elçibəy, Əbülfəz Əliyev hakimiyyəti İranın bütün bu yardımlarını əlinin dalı ilə itələdi və deməli hətta məşhur söz vardı. Əbülfəz Əliyev deyirdi, əgər Qarabağı İran bizə alıb verəcəksə, çünki belə bir mövzu gündəm idi o dövrdə, deməli bir mənalı olaraq işğalçı rejimin, işğalçıların, işğalçı Ermənistanın oradan çıxarılması ilə bağlı konkret İran söz vermişdi. Bu məsələləri Azərbaycan xalqı çox bilir, başa düşür və bu sadəcə cühud tayfasına təslim olmuş və ölkəni cühud tayfasına təslim edən Əliyev rejiminin və eyni zamanda Əbülfəz Əliyev. Bunlar hər ikisinin familiyası Əliyevdir. Mən Əliyev deyiləndə təkcə Heydər Əliyev və İlham Əliyevin ödəmişdim. Mən Əliyev deyiləndə həm Əbülfəz Əliyevi deyirəm, 92-93-cü illərdə hakimiyyətdə olan Əbülfəz Əliyevi, həm də Heydər Əliyevi deyirəm. Həm Əbülfəz Əliyev, həm Heydər Əliyev, bunlar ölkəni cühuda təslim edən şəxslərdirlər. Ona görə də Azərbaycan cəmiyyətinin, Azərbaycan dövlətinin bu günə düşməsində
əsas günahkar həm Əbülfəz Əliyevdir, həm Heydər Əliyev və İlham Əliyev rejimidir və o rejimə dəstək olanlardır. Əziz izləyicilər, İranla bağlı mövzuya gəlmişdə toxunarkən demək istəyirəm ki, bəli, deməli, bu günlər ən çox gözlədiyimiz məsələlərdən biri İran-Epstein koalisiyası arasında razılaşma ilə bağlı məsələdir. Onu da mən diqqətli çatdırım ki, bu günlər İranın böyük şəhərlərində deməli, Xarici İşlər Nazirliyinin Seyid Abbas Ərəqçinin istefa verməsini tələb edən şüarlarla bir çox şəhərlərdə İran cəmaatı aksiyalar keçirdi. Bu onu göstərir ki, İran xalqı deməli mənfur işğalçı İsrail rejimi ilə və Epstein koalisiyası ilə hər hansı bir razılığa istəmir. Biraz əvvəl də qarşıma çıxdı, sizin də diqqətinizə çatdırdım. Deməli, İrandan İsrailə cavab zərbəsinin atılması ilə, verilməsi ilə bağlı və düşünürəm ki, nəzərdə tutulan İran-Epstein koalisiyası arasında o razılaşma imzalanmayacaq. Qeyd etdiyim kimi, bu məsələ birmənalı imzalanmadan getmirdi, söhbət virtual imzalanmadan gedirdi və burada xüsusən ABŞ tərəfi, Amerika Birləşmiş Ştatları tərəfindən verilən məlumat bundan ibarətdir ki, müəyyən razılıqlar əldə olunur və İran da əsasən bu razılığın deməli, o şərtləri qüvvədə saxladığı, hansı ki, təkcə İranla deyil, deməli, Livana da, Livanın cənubunda Hizbullaha da atəş atılması, sonra digər Yəmən və Qəzzada da müharibənin dayandırılması mövzusuna şərt qoymuşdur. Dondurulmuş aktivlərin deməli, geri qaytarılması ilə bağlı müəyyən məlumatlar vardır. Hörmüz boğazının 30 gün ərzində açılması və sonraki mərhələdə onun hüquqi statusunun dəqiqləşdirilməsi ilə bağlı müzakirələrin başlanması və bu kimi şərtlər ortadadır. Mən bir şey diqqətinizə çatdırım. Özü bilirsiniz, mən ən azı 28 fevral tarixindən sonra az qala hər gün İran ətrafında baş verən proseslər haqqında biz danışırıq. Orada nələr baş verir, niyə baş verir və necə baş verir. Onları nəzərə alaraq mən demək istəyirəm ki, hətta İran xalqı razı olsa da belə bu şərtlər daxilində İranın razılığı imzalanması yenə də İranın qələbəsidir. Yenə də İran. Amma buna baxmayaraq İran xalqı daha böyük hədəflər qarşısına qoyur. Çünki bu müharibə İran-Epstein koalisiyası arasında baş verən müharibə, bu müharibə əzizləyicilər, iki dövlətin arasında baş verən hər hansı bir iqtisadi səbəblər və hərbi siyasi səbəblərdən baş verən müharibədir. Bu ideologiya savaşıdır. Bu dini bir savaşdır. Bu əqidələrin savaşıdır. Bu dünyanın sonundan bağlı dini səmavi kitabların verdiyi məlumatlar əsasında formalaşmış bir savaşdır və bu savaş qaçılmazdır. Və biz düşünürük ki, mütləq Epstein koalisiyası ilə İran arasında böyük bir müharibə baş verəcək və bu uzaqda deyil. Ola bilsin indi müvəqqəti bu ara sakitləşsin, müəyyən deməli razılıq əldə olunsun. Amma bu heç vaxt əbədi ola bilməz. Bu iki ölkə arasında, iki tərəf arasında daha doğrusu münasibətlərin yaxşılaşması mənasında qəti ola bilməz. Bir mənalı olaraq İran və Epstein koalisiyası arasında çox böyük və ciddi bir müharibə baş verəcək. Çünki bu ideologiya müharibəsidir, bu əqidə müharibəsidir, bu Musa ilə Fironun müharibəsidir, İmam Hüseyin ilə Yezidi müharibəsidir. Necə ki, Musa ilə Fironda bir tərəflərdən biri tam məğlub olana qədər o savaş davam etdi, fiziki olaraq tam məğlub olana qədər. Bu müharibədə də tərəflərdən biri fiziki olaraq tam məğlub olana qədər müharibə davam edəcək. Bu müharibə qaçılmazdır. Yoxsa məsələn bir gün çıxdı, kimsə bir bəyanat səsləndirdi, elə də deyil. Amma buna baxmayaraq yenə də dediyim kimi İran xalqı etiraz edir, İran xalqı
şəhid imamın, şəhid rəhbərin mövqeyini, onun intiqamının almasını, onun mövqeyini dəstəkləyir və heç bir halda haqlı olaraq Epstein koalisiyası ilə hər hansı bir razılığa getməməyi görür, mənasız olduğunu daha doğrusu görür. Və bugün dediyim kimi İranın bir çox böyük şəhərlərində böyük izdihamlar var, kütlələr var. Necə ki, hansı ki, həmin izdihamlar deməli 28 fevraldan başlayaraq Epstein koalisiyasını diz üstə gətirdi izdihamlar və deməli İrana, dünyada İranı güclü olan, güclü kimi təqdim edən izdihamlar indi də deməli bu razılaşmanın baş verməsinə qarşı etirazlar edir. Mən yenə təkrar edirəm, biz fərz edirik ki, əgər İran cəmiyyəti, İran xalqı bu razılaşma ilə etiraz etməsələr belə, yenə də deməli bu razılaşma İran xalqının xeyrinədir. Amma görünür İran xalqı haqlı olaraq daha böyük hədəflər qarşıya qoyub. Mən düşünürəm ki, bu hədəflərə də nail olacaqlar. Əzizlər, bizim deməli biz izləyicilərin yorumlarına baxırıq. David də yuxarıda sual yazmışdım narkotiklə bağlı. O suala niyə cavab vermirsiniz aylardır. Orxan Səfərli 5992 sayılı bir istifadəçi yazır. Hansı sual mənim diqqətimdən qaçır? Əgər mümkünsə o sualı siz bir daha təkrarlayın. Mən bir neçə dəqiqə yenə də baxacağım bura. Deməli, izləyicilərin yazdıqlarını göz atacağım. Orxan bəy, əgər siz o sualı təkrar göndərsək, mən onu cavablandıraram sizin üçün. Sonra yenə Hacı Ruhullah Axundzadə yazır. Mən tanıdığım 5 general İrandan Azərbaycana gəlir, həftələşir, zərətin edir. Və hətta şəhadət sərbəti üçün əksər və zabitlər və yoldaşlarımıza da tarixi. Bəli, Hacı, biz bunlar haqqında da həmişə danışmışıq. İran'da deməli, Qarabağ Savaşında şəhid olan İranlılar haqqında danışmışıq. Sonra hətta o generalların Heydər Əliyevlə YouTube'da da onların müzakirələri var. Onlara da təqdim eləmişik cəmiyyətə. Sonra İran xalqı rəhbəri müəzzəmimiz Heydər Xamneyinin ağanın şəhadətini nədən unudursunuz? Bəli, bu da bir etirazdır. Və mən hazır düşünürəm ki, İran xalqı öz rəhbərinə sədaqətini həmişə göstərir, yenə də göstərir və heç bir halda inanmıram ki, şəhid rəhbərin deməli, hörmətini onlar unutsunlar, şəhid rəhbəri unutsunlar onlar və bu günlər elə deməli, İran xalqının bu razılaşmaya etiraz olaraq küçələrə çıxması İran xalqının şəhid rəhbərə deməli, hörmətləri və bizim yeni rəhbərimiz Ayətullah Seyyid Mustafa Xamenei cənablarına sədaqətlərinin göstərir. Mən bunu belə yeməklendirirəm. Bəli, bu da bir fikirdir. Yenə də İran xalqı Seyyid Mustafa Xamenei Hüseyni nə əmr etsə, biz onu qəbul əsas tuturuq və bu yolda yönəndiririk. Əlbəttə ki, biz bu haqda da danışmışıq. İranın son söz sahibi ali dini liderdir. Ona görə də məhz elə bu dini lider xalq arasında ciddi bağlılıq İran xalqını və İslam inqilabını gücləyən əsas tərəfdir. Kamilla xanım səs və görüntünün yaxşı olması ilə bağlı fikir bildirir. Çox təşəkkür edir Kamilla xanım. Xoş gəlmişsiniz, axşamınız xeyir olsun. Bəli, məsələ İran xalqı, İran hökuməti niyə bu qədər keçən narkotikaya göz yumur, ona ola bilməz ki, İran hökumətinin bundan xəbəri olmasın, Əfqanistandan İranı oradan bırak. Əzizlər, bu provokasiya yaratmış bir sualdır. Uzun illərdir elə Azərbaycanda, necə məsələn uzun illərdir Azərbaycanda İran Ermənistana kömək eləyir, propagandası aparılır. İrandan narkotik daşınır deməli, eyni məsələdir. Baxın, bu narkotik məsələsi çox ciddi mövzudur. Narkotik məsələsi əvvəla bir
bir mövzuya toxunaq. İranda narkotik məsələsi ilə bağlı edam. İranda narkotik vasitələrini satan birmənalı edam edilir. Yəni bu ölüm hökmü var. İkincisi, İran özü narkotik istehsal edən məsul olmuş. İrandan deməli narkotik gəlir, əgər gəlirsə, yəni iddia belədir, Əfqanistandan İrana, İrandan da Avropaya tranzit üçün. Biz əgər burada belə bir vəziyyətdə deməli bu marşrutun qarşısını almaq istəyiriksə, bu marşrutun əleyhinə çıxırırsa, bu marşrutu təşkil edənlərin əleyhinə çıxmalıyıq. Burada İran da, Azərbaycan da, Rusiya da tranzit ölkədir. Marşrutu təşkil edən deməli bu narkotikanı Əfqanistandan çıxardıb Avropaya gətirəndir. Əgər bunların iddiası belədirsə, biz bu iddianı hələ analiz edirik. Əzizlər, Əfqanistanda 2011-ci ildən Əfqanistanda deməli bu narkotik sahələrini, narkotik bazarı kimlər bilmir? 2001-ci ildə deməli o 11 sentyabr hadisələri, saxta 11 sentyabr hadisələri düzəltdilər. Belə Cühudda, Amerikada qoşa binanın partladılması. Ondan sonra ondan istifadə edib Ben Laden'dir də səhv etmirəm ki, onun adı. Onun ayağına yazdılar və Əfqanistanı, Amerika Birləşmiş Ştatları Əfqanistana girdi və bütün sahələrə nəzarəti götürdü əlinə. Hətta mən də şəxsən o barədə kifayət qədər məlumat vermişəm, danışmışam. Əslində Əfqanistanın, Amerika Birləşmiş Ştatlarının Əfqanistana girməsinin əsas səbəbi Əfqanistanın o dağlarında bəzi mineralları əldə etmək və narkotik sahələrini nəzarət etmək. Bunu bir çox, mən indi tam hazır deyiləm, amma bu barədə biz danışmışıq. Bir çox deməli Amerikalı ekspertlər Əfqanistanda narkotikalara nəzarət etmək məqsədi ilə ABŞ-ın oraya girməsini açıq şəkildə özləri etiraf elədilər. Narkotika İran nə edə bilər? İran tranzit kimi İrandan istifadə olunursa, burada əslində İran öz ölkəsində bu narkotik maddələrin satışı ilə bağlı cinayət məsuliyyəti ölümlə cəzalandırılır. Bu artıq ortadadır və İranda məsələn bu cür ağır cinayətlər törədən insanlar edam olunur, ölüm hökmünə məhkum edilənlər, elə burada İrandan niyə narkotika gəlir deyən adamlar durub qışqırır, bağırırlar ki, İranda insan hüquqları keçdi, pozuldu, kimlərsə türk olduğuna görə ölüm hökmünə məhkum edildilər. Baxın, bir tərəfdən belə deyirlər, bir tərəfdən də belə deyirlər. Hansı ki, həmən adamlar ki, burada narkotikanı atırlar ortaya, ki, İrandan gəlir. İran həmən narkotika daşıyan adamları fərz edən, onlara ölüm hökmü verəndə, bir tərəfdən də çıxıb deyirlər ki, bəs İran türkləri öldürür, edam edir. Hayır, qoymayın gəldi, İran türkləri, farslar türkləri öldürür. Bu bir məsələ. İkinci məsələ, əzizlər, baxın, İrandan Azərbaycana narkotika daşıyan adamlar kimdirlər? Görürsən, 1 kilo, 2 kilo, 3 kilo tuturlar, çıxardırlar, Cəlilabaddan belə tutdular, hansısa Cənub rayonundan belə tutdular. Kimdən almışam? Adını bilmədiyim İran vətəndaşından. Bu hansı məntiqdir? Kim, yəni, belə deyil, adını bilməyən, tanımadığı bir adamdan gedir, bağlı bir dənə bağlama alır. İndi məsələn, biz Çıxsoğluya, 20 yanlara, oradan rayonlara, oradan gedirdi və yaxud da beynəlxalq avtovağlara, əvvəl o 20 yanların kırığından taksilər gedirdi rayonlara, ona görə oranı deyirəm. İndi mən deyəsən oranı ləğv edirlər, ya bilmirəm ləğv edirlər. Mən 8 illik xəbərim yoxdur məsələlərdən. İndi çıxson ora, desən ki, ay qardaş, ala bir dənə bu bağlamanı, apar rayona, çıxardıb 5 manatda, 10 manatda pul versən, o bağlamanı dəqiq içində bilməyənə qədər kim aparar? Etsin. Hələ tanış belə, aparmaz. Amma necə oldu? Bir adam gəlir, narkotika ilə tutulur, deyir ki, bunu mən tanımadığım, adını bilmədiyim və tanımadığım bir dənə İran vətəndaşından almışam. Niyə almışam? Adını bilmədiyim, tanımadığım İran vətəndaşı sənə niyə narkotika vermək? Bu, əslində, özü bir gülünc bir məsələdir. İkinci məsələ, deməli, bu narkotik vasitələrin
dövriyyəsi bu hər hansı bir kasıb küsurların, o balaca insanların işidir ki, narkotik vasitələrin dövriyyəsi bu böyük adamların işidir. Məsələn, Bəylər Eyyubov kimi, İlham Əliyev kimi, ondan sonra Ramil İsibov kimi, indi Vilayət Eyvazov kimi adamlar bu işlərlə məsul olurlar. Onlar bu işlərə nəzarət edirlər. Onlar bu işlərin o marşrut onların əlindədir. Onların icazəsi olmadan necə oldu Azərbaycanda evin içində bir dənə balaca deməli şkafı dəyişəndə hökumət nümayəndələri, polislər gəlib tökülür. Həyatında istəyirsən bir dənə dam tikəsən ya toyuğa hind tikəsən, dərhal gəlib tökülüşürlər üstə. Bu sərhədlər qorunur, bu qədər vəsait ayrılır, bu qədər pul verilir. Azərbaycan büdcəsindən təqribən səhv etmirəmsə 4 milyar hərbiyə pul ayrılır bu 2026-cı ilin büdcə ayrımında. 5 milyar təqribən. 4-5 milyar arası. Bu qədər vəsait ayrılıb hərbiyə, bunun bir hissəsi sərhəd qoşunlarına gedir, daxili işlər falan, hamısı da yəni elə bir, mən elə polisi demirəm, mən hərbi tərəfini deyirəm. Bu qədər vəsait ayrılır, bu qədər texnika ayrılır, o, bu. Yəni, bu qədər vəsaitin qarşılığında, bu qədər nəzarət ola, necə olur ki, yenə də bir nəfər belə rahatçılıqla gəlir, İrandan narkotika vagonlar, tırlarla narkotikanı gətirir Azərbaycana, Azərbaycanda gətirir, başlayır oradan cəmaata satır. Heç kimin xəbəri yoxdur. Adı bir dənə balaca iğnə boyutlarına, iğnə ucu qədər bir dənə başqa maddə keçirilə bilməsinə sərhəddən. Kim yanar buna? Üçüncü tərəf. Əzizlər, bütün aləm bilir ki, Azərbaycanı məhv edən narkotik vasitə əsas paxtıdır. Yəni, biraz cəmaatın dili ilə başa düşəcəksə verildi ki, kimyəvi tərkibi olan narkotik vasitələrdir. İrandan gətirilən narkotik vasitələr ən uzağı ola bilər ot, ondan sonra, yəni bu əşkilən hər bir narkotik vasitələrdir. Yəni, bunlar da qadağandır. Amma əgər İrandan gəlirsə, qoy bugün mən çəkinmədən, bunu dəfələrlə demişəm, çəkinmədən qeyd edirəm ki, bəli, Azərbaycana narkotik vasitələr əsasən Türkiyədən gəlir, Yahudilərin vasitəsilə, Yahudilər gətirir, cühudlar gətirir Türkiyənin üzərindən. Türkiyənin üzərindən əxlaqsızlıq da oradan Türkiyə üzərindən gətirildi, narkotika da Türkiyə üzərindən gətirildi, bütün pozğunluq da Türkiyə üzərindən gətirildi. Türkiyə serialları ilə Türkiyədən olan məsələn hadisələr hamısı bir qavanı. Bunu xalqdan gizlətmək olmaz. Amma ölkə bir bərbad vəziyyətdədir. Azərbaycanı salıblar bir bərbad vəziyyətə. Azərbaycanı reanimasiyalıq eləyir bu Əliyev rejimi. Bunu kimin üstünə atar? Bunu eləyib əslində cühudlar Türkiyənin vasitəsilə, bunu eləyirlər aslında İranın üstünə. Elə bir güllə ilə iki dovşan vurma məsələsidir. Onsuz da ölkə məhv olur, ölkə insanları məhv olur. Azərbaycan demək olar ki, geri dönüşü olmayan bir bataqlıqdadır. Getdikcə də batır. Bu cühudlar yenə də istifadə edirlər ki, onsuz da biz bunu batırdıq, indicə biz bunu İranla düşmən edirlər. Bax, məsələnin mahiyyəti budur. Əzizlər, bir mənalı olaraq mən bir daha təkrar edirəm. Bəli, Azərbaycan narkotik vasitələrin gətirilməsi İrandan, mən indi müstəsna demirəm, amma İrandan 1 qram da gəlmir. Yəni, mənim bu barədə araşdırmam yoxdur. Mən səlahiyyət sahibi deyiləm mən ki, məsələn, hər hansı bir sərhəd qoşunlarında və yaxud da hər hansı bir gömrük rəfilanda mən bilənmədi nədir. Amma ümumi mənzərəni siyasi baxımdan izah etməyə çalışıram. Siyasi məsələ baxımından vəziyyət bundan ibarətdir ki, Azərbaycana gələn narkotikanın böyük əksəriyyəti Türkiyə üzərindən cühudların vasitəsilə gətirilən narkotikadır. Elçin Quliyev sərhəddə narkotiklərə nəzarət edirsə, ondan da haqlıdır. Bəli, bu da Əmələ xanımın fikridir.
Bunlar hamısı bir şəbəkədir. Bu şəbəkənin qarşısına heç kim çıxa bilməz. Bu şəbəkədə yuxarı səviyyədə həll olunur. Sadəcə cəmiyyəti aldatmaq üçün, insanları aldatmaq üçün o narkomaniyadan ölən uşaqların analarına təhsilini vermək üçün, axı o uşaqlar, analar kimisə söyməlidir. Söydürmək üçün İranı göstərirlər ki, söyün İranı, sizin uşaqlarınızı İran öldürdü. Çünki narkomani ağıllıdır. Çox böyük bir bəladır. Allah bu bəladan Azərbaycanı xilas etsin. Sonra burada bizim zamanşünas İran haqqında Peyğəmbərimizin çox gözəl sözlər dediyini qeyd edir. Amma bilir ki, bu narkotiklərin başında İlham Əliyev durur, çünki çoxlu qazanc əldə edir. Bu da Tamilla xanımın fikridir. Bəli, fani dünyada istifadəsi və hər öz planının həyata keçirmək üçün İranı ləkələməkdə pərdə arxasında qalırlar. Fransızın ideologiyası narkotik vasitələrini Azərbaycana yaymaq, bu da bir fikirdir. Türkiyədə yerləşən narkotik baronlar kimsənin yadına niyə düşmür? Bunu orada, bəli. Əzizlər, baxın, görürsünüz, genel hazırlığımız gəldi, Azərbaycanda narkotik təfidir. Daxili Nazirliyinin qanunlardakı polis rəislərinin göstərişlə narkomanlar həyata keçirir. Bəli, tam doğru. Azərbaycanın narkomanlar əksəriyyəti Daxili Nazirliyinin bölmələri ilə əlbirlər, onlar çatdırırlar. Azərbaycanda narkotik vasitələri polis işçiləri çatdırır. Başqa kimsə çatdıra bilmez. Mümkün deyil. Hicab da qəbul edində bəli, Tamil xanımın da bir fikri var. Hər qəsəbədə narkobaran var. Polis patrul xidmət işçiləri hər həftə onlardan haqq alırlar. Zaten haqq almasalar işləyə bilməzlər. Mən, əzizlər, deməli, bu bilirsiniz, Nardalan kəndi, Bakının Nardalan kəndi ilə bağlı indi izləyicilərin çoxu bilir də məlumatçılar. 2002-ci ildə orada bir hadisə baş verdi. Xalq qalxdı meydana. Heydər Əliyevin dövrü idi. Bir nəfər, iki nəfər orada atışma oldu, dünyasını dəyişdi. Təqribən 24 il bundan əvvəl. Sonra bu Nardalan proseslərinə başladı, Nardalanı başladı sıxışdırmağa. Deməli, orada mənim bir tələbə yoldaşım var idi. Biz illər sonra bir məclisdə, dəfn məclisində, dəfn mərasimi idi, qəbrəstanlıqda, bir Nardalanda, qəbrəstanlıqda bir nəfər dəfn olundu, biz də orada iştirak edirdik. Sonra uzaqdan gördüm, bir nəfər gülə-gülə mənə tərəf gəlir, amma tanımadım. Sonra bir gəldi, yaxınlaşdı, tanıdım artıq kimdir, bir yerdə tələbə olmuşuz, bir yerdə yurtlarda qalmışıq hətta. Mən danışdıq və buna dedim ki, sən bu halın nədir, nə günlüsən, nə bugündəsən. Sonra biz biraz bəzi şeyler dedik. Sonra neyse bir neçə dəfə sonra görüşdük. Sonra ondan əlaqəmi ilə sözüm kəsdim. Biz ona namazın bərpa edərsənsə, namaz qılınır. Namazı bərpa edərsənsə, biz tələbəli xatirinə dostluğumuzu davam edərik. Etməzsənsə, mən səndən heç bir halda münasibət qurmayacağım. Belə bir şart qoydum. O da sonra deməli o şərtə əməl eləmədi və bizim dostluğumuz sonlandı. Demək istəyirəm ki, mən onda o mənə dedi ki, bəs Nardalanda narkotik vasitə siqaretdən ötürdü. Yəni, Nardalan kimi bir yeri, indi Nardalanda bilirsiniz də Sibiriz yaranır, ondan sonra Nardalanı hansı vəziyyəti dəstək çıxardırlar. Əslində o elə belə olmuyor. Çünki illərdir onun üzərində işlər aparıldı. Və Nardalan gənclərini, orada elə qeyrətli gənclər var idi, orada elə bir birlik var idi, axtaqal sözü var idi. Nardalan həqiqətən Azərbaycanda çox fərqli bir yaşayış məskənlərindən idi. Çox təəssüf ki, bu rejim, bu cühud köləsi olan rejim Nardalanın vəziyyətindən qorxurdular. Ona görə də oranı başladılar narkoman eləməyə. Hətta məsələn, adi siqareti narkotik vasitədən ucuz elədilər. Bunu da kimin əli ilə? Bunu da postpaçılıq xidmətlərinin əli ilə gəncləri bulaşdırdılar narkomaniya, narkotik vasitələrə
və nəticədə də axırda gəldilər bir Mardalanda, pilin yanında başladılar. Orada açıq duty deyirlər buna normalda, yəni açıq filyaj, lüt anadan gəlmə filyaj yaratmalar. Çünki Avropanın bəzi yerlərində var, ora zaten yəni heç bir paltar geyinmək qəbul edilmir. Ora gedən adam hamı da bilir, lüt getməlidir. Əslində mən eşitmişəm belə şeylər deyirlər. Amma İlham Əliyev indi Mərdəlanda hansı ki ora müqəddəs yer sayılır, bizim 7-ci Məsum İmamımızın qızı, 8-ci Məsum İmamımızın bacısı məzarı oradadır, pirdir, insanların orada deməli, necə deyərlər, inancları var, əqidələri var filan, ibadət yerləridir, inanc yerləridir, ziyarət yerləridir. Mərdəlanda Aşurada deməli, təqribən Zabratdan, bəlkə də elə Sabunçu qrupundan zaten o dövrlərdə olan adları elədir, bilmirəm, olar dəyişdir. Oradan Mərdəlana qədər maşınla getmək olmurdu. Aşura günü məhərrəmliklərdə şəhədə gedirlər, bəzilərinin yadındadır. Orada Aşura məclislərini də çekilir. Amma indi Mərdəlana heç kim edə bilmir. Pürlər qadağandır, pürlərə gedib ziyarət eləmək olmaz. Amma gedib orada Sibirizdə əxlaqsızlıq eləmək olar. İlham Əliyev öz ailəsinə deməli, ailə mədəniyyətin, Trumpın ailə mədəniyyəti ilə eyni deyən İlham Əliyev indi Mərdəlanda o cür müqəddəs yerdə gəlib çılpaq bir filyaj, çimərlik deməli, təşkil eləmək istəyir. Bir dənə də Azərbaycanda bu hadisiyə, bu hala etiraz edən bir dənə qeyrətli kişini qoymuyorlar. Ya deməli, ölkədən qaçırlar, ya öldürüblər, ya da həbsxanadadılar. Bir dənə bu qeyrətli kişilər indi məhərrəmlik başlayır da, məhərrəmlik, sabah məhərrəmliyin birinci gecəsidir. Məhərrəmlik başlayır. Ondan sonra ya İmam Hüseyin niyə şəhid oldu? Ağzı o bəzi mollalar ağzı köpüyənə çıxacaqlar, bir dənə dəsmal götürəcəklər, Seyyid Rəşid kimilər ağlayacaqlar, özlərini artistliyə qoyacaqlar. İmam Hüseyin zülmə qarşı belə döyüşdü. Bəs indi həmən o adamların qeyrəti qatar bir dənə desin ki, axı bizim ölkəmiz hansı vəziyyətdədir? Müsəlman ölkəsidir, Şiə ölkəsidir. Bizim ölkədə çılpaq çimərliyin yaradılması nə deməkdir? Buna bir etiraz çatan var. Buna etiraz eləməyə cəsarət çatan var. Hanı o ruhanilər? O ruhanilər ki, bu cür hallara etiraz edirlər, o ruhanilər ya həbsxanadadırlar, ya torpağın altındadırlar, ya da ki, mühazirətdədirlər. O ruhanları hamısını dağıtdılar. Bax, bu cür narkotikla, bu cür böhtanla, bu cür şantajla təqdir ki, bu işləri hamısını Seyyid Rəşid kimləri əlində elədilərdi. Seyyid Rəşid kimləri və bəzi ruhaniləri ölənlər də var, qalanlar da var. Onların vasitəsilə çıxartdılar cəmaatın qabağına, cəmaatı bəziləri laylaya qoydular, dildən çəydən danışdılar, cəmaat laylaya qoydular və həqiqəti deyən, etiraz edən ruhanilərin əleyhinə qaldırdılar cəmaatı. Hicabı müdafiə edən qeyrətli oğlanların əleyhinə qaldırdılar cəmaatı. İndi də gəlir Azərbaycanın mərkəzində, Bakıda çılpaq çimərlik açıb İlham Əliyev. Yağın ki, o ruhanilər və özləri dedilər ki, onların qohum əqrəbaları mütləq kim edəcək axı ora? Bu da Azərbaycan vətəndaşları gedəcəklər. Orayı da deməli, xaricdən insanlar gətirməyəcəklər. Azərbaycan vətəndaşları gedəcək. Qayda qaydalar bura anadan gəlmə lüt çılpaq girməlisən bura içəri. Bu da biləcək. Baxın indi, necə ki, ərəb turistləri gəlib Bakının mərkəzində Azərbaycan qızlarının başını oynatdırsa, bir dənə molla, bir dənə ruhani cəsarəti çatmır minbərdən desin ki, axı bizim namusumuz, qeyrətimiz ərəb turistlərinin ayağının altına niyə atılır? Ona cəsarəti çatmayan ruhani, hansı cəsarətlə durub deyəcək ki, Nardalan müqəddəs yerdə niyə görə çılpaq çimərliyi atılır? Deyə bilər bunu? Qətiyyən deyə bilər. Ona görə də ölkənin dibinə düşməsində xalqın da günahı var, etiraz eləməmişik. Hidayət Orucovların da günahı var, bu xalqı əzməklə məşğul olur. Seyyid Rəşidlərin də günahı var, bu xalqı laylaya qoydular və xalqı
hansı ruhani ki həqiqəti deyib, o ruhaninin adına min dənə böhtan vururlar. İndi olur da biri çıxır, dünyanın hər Azərbaycan o qeyrətli ruhanilər ki var, yayılır müxtəlif ölkələrə. Rusiyanın bəzi şəhərlərinə, Avropada var, bəzi başqa yerlərdə var. O ruhanilər ki, onlar kişi kimi sözlərini deyirlər, etirazlarını edirlər, hökumətə yerini göstərirlər. Haman o dəllal, sevdəsi kimi ruhanilər bunların haqqında başlayırlar böhtan atmalar. Deyirlər, bilirsən də, bunlar hökumətin öz layihəsi. Məsələn, filan kəs, filan Rusiyada, filan şəhərdə gedib, orada yeni 5-6 nəfər başına yığır və yaxud da elə YouTube səhifəsi ilə, internet üzərindən İlham Əliyevi tənqid edir. Bir dənə şayə yayırlar ki, bu elə İlhamın öz adamıdır. Gəlib buradakı dindarları əl almaya. Nəyin əl alacaq? Oradakı dindarlar onsuz da zaten əksəriyyəti İlham Əliyevin dediğini oturur. Nəyin əl alacaq? Baxın, bu böhtanlar, elə Avropada özündə bizim başımıza açılmayan oyunlar qalmır. Kimlər tərəfindən? Elə əksəriyyəti dindarlar tərəfindən. Onlar ki, burada bu zalim İlham Əliyevin məddahlığını edirlər. Və ruhanilər də. İndi adlar mən çəkmirəm, məni izləyənlər, tanıyanlar yaxından bilirlər. Kimlərdən gedir. İlham Əliyevin şəklini də məhkidə bıraq. İlham Əliyevin haqqında tənqidi fikir səsləndirmə. Bu cür deyənlər və bu cür deyənlərə nökərçili eləyən 5 manata görə ruhanilər var ha. Sabah hansı haqla çıxıb olar deyəcəklər ki, İmam Hüseyin zülmə qarşı savaşdır. Sən 5 manata görə, ay bədbaxt molla, 5 manata görə sən 3-4 dənə gədənin düşmüsən dalına, nə də olar sənə bir jal verirlər 5 manat. Sən haqqı deyə bilmirsən, indi durub İmam Hüseynin cəsarətindən necə danışırsan, utanmırsan. Ayıb olsun, ayıb olsun. Əzizləyicilər, bax, bugün artıq saata yaxındır, 1 saat 46 dəqiqədir canlıdır. Düşünürəm ki, bugünlük bəs edir, yetər. Hər birinizə təşəkkür edirəm. Amma bilmirəm nəyə görə oldu, səbəbini bilməsəm də bizim deməli yorum hissəsi izləyicilər günləri o qədər də aktiv olmadı. Ola bilsin ki, bizim hər gün bizim sadiq bir neçə izləyicimiz var. Onlar deməli hər dəfə əvvəldən qoşulurdular. Canlını biraz da maraqlı edirdilər. Ola bilsin ki, onlar biraz gec qoşuldular. O ola bilər. Amma ümid edirəm ki, biz növbəti günlər, sabahda bir canlımız olacaq inşallah. Amma 10 gün məhərrəmlikdə biz canlıları çoxdan ki, günün birinci yarısına keçiriləcək. Günün ikinci yarısı Almaniya vaxtına saat 7-də bizim məsciddə, Almaniya İmam mərkəzində 10 gün məhərrəmli məclislərimiz olacaq və o məclisləri canlı qoyacaq. Biz də o məclislərdən, söhbətlərdən, mərkəzlərdən faydalanarsınız inşallah. Biz izləyicilərimizi də unutmayacaq. Amma çalışacaq, imkan taparıqsa, bu qarşıdakı 10 gün biraz zaman baxımından bizim üçün qarışqal olacaq. Amma çalışacaq ki, günün birinci yarısında az da olsa sizinlə görüşər və bu məsələləri müzakirə edilir. Əzizləyicilər, mən hər gecə təşəkkür edirəm. Allah inşallah bizi heyri müminlərdən qərar versin. Allah bizi İmam Hüseyni dərk edənlərdən qərar versin. Allah bizi inşallah bu vilayət xəttində sabit qədəm eləsin. Vəssalamu aleyküm və rəhmətullah. Allah'a emanet.